Hamınızı salamlayıram, qarşınızda Əli müəllimdir. Bu videoda sizlərə 26 oktyabr 2025 tarixində OTK və MGM-in birgə ərsəyə gətirdiyi blok sınaq 1-ci coğrafiya suallarını izah edəcəm. Başlayaq 31-ci sualdan. Ural dağlarının Atlas dağlarını bizə Venn diaqramında müqayisə etməmizi istəyir. Deməli, gəlin ilk olaraq Ural və Atlas dağlarının xəritədə yerləri ilə tanış olaq. Deməli, Ural dağları gördüyümüz kimi Rusiya ərazisində yerləşir. Avropa və Asiya arasında sərhəd təşkil edir. Atlas dağları isə Afrikanın şimalında yerləşir. Qeyd edeyim ki, Atlas dağlarından Qrinviç xətti keçir və Qrinviç xətti keçdiyi üçün də 3 yarımkürədə yerləşəcək. Gəlin baxaq. 2 yarımkürədə yerləşir. Bu Ural dağlarıdır. Ural dağlarının heç bir bu yarımkürəyə bölən xətt keçmədiyi üçün 2 yarımkürədədir. Şimal yarımkürəsində yerləşir. Hər ikisi ekvatordan şimaldadır. Cavan dağlar da Atlas dağları. Alp qırışıqlığında yaranıb təbii ki Atlas dağları. Heç birində fəaliyyətdə olan vulkan yoxdur. Kaledon Hertsin qırışıqlığında formalaşmışdı. Ural dağlarına aid xüsusiyyətdir. Cavab D bəndi olacaq. 32-ci sualda deyir, Qafqaz dağlarının yaranmasının səbəbi, Qafqaz dağlarının yerini göstərək. Qafqaz dağlarının yaranmasının səbəbi bildiyimiz kimi Qafqaz dağları Alp-Himalay geosignal qurşağının tərkibində idi. Alp-Himalay geosignal qurşağı isə litosfer tavalarının hərəkəti paraqrafından bizə bəllidir ki, materik tipli tavaların toqquşma nəticəsində yaranmışdır. 33 nömrəli suala baxaq. Deməli, 33-cü sualda bizə deyir ki, yerin planetar inkişaf mərhələsinin sonunda yer səthində kütləvi yağışların yağmasının səbəbi oydu ki, təbii ki, yer səthində temperatur aşağı düşmüşdü və su buxarı sürətlə kondensasiyaya məruz qalmışdı, yağışlar yağmışdı. Yağışların yağmasının nəticəsində də ilk okean Pantalas meydana gəlmişdi. Pantalasın yaranması ilə də yerin planetar dövrü bitib və geoloji dövrü başlamışdı. Bu bildiyiniz, yəni əzbər cümlədir. 33 nömrəli suala baxaq. Xəritədə qeyd edilmiş məntəqələrdən hansı divergent zonada yerləşir? Deməli, 1 divergent deyil, 2 divergent deyil. Ümumiyyətlə Afrikada litosfer tavalarının sərhəddən kənardadır. Burada zona yoxdur. 3 təxminən Apalaç dağları divergent deyil. Deməli, cavabımız olacaq 4. Niyə? Bildiyimiz kimi Afrika ilə Ərəbistan arasında divergent sərhəd mövcuduydu. Hətta bunların ayrılması nəticəsində Qırmızı dənizin sahəsi çoxalırdı. Cavab olacaq 4B variantı. 35-ci suala baxaq. 35-ci suala deyir ki, 9-cu saat qurşağının orta meridianı ilə Bakı arasındakı yerli vaxt fərqini tapın. 9-cu saat qurşağının ilk olaraq orta meridianı tapaq. Burada yazıram. 9-un orta meridianı tapmaq üçün 9-u vururam 15-ə, edir 135 şərq uzunluğu. Deməli, 135 şərq uzunluğu 9-cu saat qurşağının orta meridianıdır. Bakıda bildiyimiz kimi yerləşir 50 dərəcə şərq uzunluğunda. İkisi də eyni yarımkürədə olduğu üçün bunları bir-birindən çıxıram. 135-dən 50-ni çıxıram, edir 85. İndi 85 dərəcəni saata çevirməliyəm. Bölürəm 15-ə, çünki 1 saatımız 15 dərəcəyə bərabərdir. Deməli, bunu 15-ə bölənə düşür 5 dəfə, 75. Burada qalır 10. Onu da qalıqda qalan 10 dəqiqəyə çevirmək üçün vururam 4-ə. Çünki 1 dərəcə 4 dəqiqədir. Bu deyir 5 saat 40 dəqiqə. Cavab D variantıdır. Daha sonra 36-cı suala baxaq. 36-cı sual üçün biraz yer yaradaq burada. 36 nömrəli test tapşırığında deyir ki, 75 şimal enliyi 53 şərq uzunluğundan. Gəlin bunu çəkək. Deməli, buradan bir ekvator çəkirəm. Bir də Qrinviç xəttini çəkirəm. Yazıb 75 şimal enliyi 53 şərq uzunluğundan. 53 də buradan yazıram. 53 şərq uzunluğundan. Deyir, eyni meridian çevrəsi üzrə. Baxın, demin test toplusunda da bu tip məsələlər çoxdur. Baxın, diqqətlə. Əgər sizə eyni meridian çevrəsi üzrə deyirsə, siz məntəqədən qütbə gedib yenidən geri qayıtmalısınız. Necə indi izah edəcəm? Gəlin ilk olaraq 3885-i biz çevirək dərəcəyə, bölək 111-ə. Bu eləyəcək, deməli, 35 dərəcə. Deməli, biz 35 dərəcə hərəkət etməliyik ümumilikdə. Həm 0 azimutdan, yəni həm şimala getməliyik, həm də cənuba getməliyik. Gəlin baxaq. Biz 75 şimal enliyindən şimala maksimum nə qədər gedə bilirik? Təbii ki 15 dərəcə. Çünki 90-larda belirində enliklər bitir. Deməli 35-in 15-ini getdim. Yerdə qaldı 20 dərəcə. İndi 90 şimal enliyindəyəm. 90 şimal enliyindən də 20 dərəcə aşağı gəlirəm. Yerdə qalan 180 azimutdan gəlib çatıram 70 dərəcə şimal enliyinə. Çatdım 70 şimal enliyinə. Artıq cavabım ya B-dir ya da C-dir. İndi bir qayda var. Əgər sən, buradan da bir meridian çəkim. Əgər sən
Qütbə gedib yenidən qayıdırsansa, olduğun meridianın əks meridianına qayıtmış olursan. Yəni 53 şərq uzunluğundaydınsa, sən qütbə gedib yenidən eyni meridian çevrəsi üzrə qaydanda olduğun meridianın əks meridianına qayıdırsan. 53-ün əks meridianı nədir? 180-dən 53-ü çıxırıq, eləyir 127. Bura şərqdirsə, bu da olur qərb. Deməli, cavabımız oldu 70 şimal enliyi, 127 qərb uzunluğu. 37 nömrəli suala baxaq. Deyir ki, quraq iqlimə malik ərazilərdə müvəqqəti axarların təsirinə yaranan relyef formaları təbii ki, quraq deyirsə, arid denilasyon relyef. Elə arid sözünün mənası da quraq deməkdir. 38-ci sual. Hər hansı bir ərazinin relyef profilinin hazırlanmasında coğrafiya elminin hansı tədqiqat metoduna aiddir? Təbii ki, coğrafi modelləşdirmə metodundan söhbət gedəcək. Deməli, 39-a baxaq. Deyir, Avstraliyanın qərb hissəsində filiz faydalı qazıntılarla zəngin olmasının səbəbi. Baxın, gəlin bunun cavabı Y bəndidir. Kristallik suxurların yer səthinə yaxın yerləşməsi bu dərslikdə də yazılıb. İndi gəlin digər variantları bunu bilmədən necə taparıq. Baxın, Avstraliya tamamilə platformadır. Biz bunu yəqin ki bilirik. Litosfer tavalarının sərhədindən kənarda yerləşir. Burada zəlzələ baş vermir. Fəaliyyətdə olan vulkanlar yoxdur. Baxın, litosfer tavasının toqquşma zonasında platformalar yerləşə bilməz. Baxın, filiz varsa, filiz olur əsasən yaylalarda və dağlıq ərazilərdə, düzdürmü? Və dağlıq ərazilərdə. Dağlıq ərazilərdə çökmə suxurlar olmur, maqmatik suxurlar olur. Platformadsa cavandaq ola bilməz. Bayaq dediksə, platformadsa seismik cəhətdən aktiv ola bilməz. Avtomatik qalır cavab Y variantı. 40-cı sualda deyir ki, Günəş A məntəqəsində zenitdədirsə, hansı məntəqələrdə Günəş daha kiçik bucaq altına düşər? Günəş gördüyümüz kimi, baxın bu hissədə ekvatorda zenitdədir A məntəqəsi. Bundan ən uzaq məntəqədə Günəşin düşmə bucağı az olacaq. Təbii ki, bu da olur Y məntəqəsi. Cavab C variantıdır. 41-də sxemdə verilən AB nöqtələri arasında hündürlüyü fərqi 75 metr olarsa, ifadələrin doğru olduğunu, hansı ifadələr doğrudur? Baxaq, A ilə B arasında 75 metr fərq varsa, bunların arasında neçə boşluq var? 1, 2, 3. Biz 75-i bölərik 3-ə, kəsmə yüksəkliyi taparıq. Kəsmə yüksəkliyimiz 25 metrdir. İndi bunu silirəm. Bu bizə lazım deyil. Baxaq, şərq yamacında səth sularının axınları daha üstündür. Baxaq, şərq yamacını görürük ki, meyliliyi çoxdur. Bunu hardan bildik? Horizontallar bir-birinə əgər sıx çəkilibsə, meyliliyi çox olur. Meyliliyi çoxdursa, bəli, səth axınlarda daha sürətli olacaq. Burada bir doğrudur. 2-də deyir ki, A və B nöqtələri arasında yamacın meyliliyi daha çoxdur. Baxın, A, B buradır. Horizontallar burada bir-birindən uzaq çəkilib. Meyliliyi çox yox, az olmalıdır. Meyliliyi burada çoxdur. Bir-birinə sıx çəkiləndə meyliliyi çox olur. 2 yanlışdır. Kəsmə yüksəkliyi 25-dir, doğrudur. C nöqtəsinin hündürlüyü 725 metrdir. Deməli, gəlin baxaq. Biz burada 742-ni, C-nin hündürlüyünü tapmaq üçün 742-dən kiçik 25-ə tam bölünən ilk yaxın ədədə götürməliyik. Bu da 725 metrdir. 4 doğrudur. Mütləq və nisbi hündürlüklər bir-birinə bərabərdir. Bu ola bilməyəcək burada. Niyə? İzah eləyək. Deməli, bura 725-dirsə, bura olur 700, bura olur 675, 650, D-də olur 625. Deməli, mütləq hündürlük 742-dir. Nisbi hündürlüyü tapaq. 742-dən 625-i çıxanda edir 117. Eyni deyil, xeyr. D nöqtəsinin hündürlüyü 600 metrdir. Xeyr, 625 tapdıq biz bunu. Cavab 1, 3, 4. A bəndi. 42 nömrəli suala baxaq. Plana əsasən yanlış fikri müəyyən etməyimizi istəyir bizdən. Deyir, ərazinin cənub-qərb hissəsində meyvə bağları mövcuddur. Cənub-qərb hissəsi buradır. Bəli, bu meyvə bağlarının şərt işarələri də doğrudur. Çayın üzərində metal körpü var deyir. Bu çaydır. Görürük ki, bəli, üzərində metal körpü var. Çayın sahili boyu qumluqlar yayılmışdır. Xeyr, bunlar qumluqların işarəsi deyil. Qumluğun işarəsi belə nöqtə-nöqtə olur. Bunlar qumluq işarəsi deyil. Cavab C variantıdır. Ərazidə kolluqlar inkişaf eləmişdi. Bəli, görürük ki, bunlar kolluqlardır. Ərazidə qarışıq meşələr var. Bəli, qarışıq meşələr də var. Bunlar qarışıq meşələrin işarələridir. Cavab olacaq C variantı. 43-cü sualda deyir ki, silindrik proyeksiyada hazırlanmış xəritədə ən az təhrif olan ərazini müəyyən edin. Bildiyimiz kimi silindrik proyeksiya ekvator və ekvatora yaxın ərazilərin xəritələrində istifadə olunur. Ekvatora yaxın ərazilərdə təhriflər az olur. Baxın, bu ekvator xəttidir. Burada təhrif hansına az olacaq? Baxaq. Qob yaylası verib. Baxın, Qob yaylası bu ərazidir. Burada ekvatordan uzaqdır. Daha sonra Kola yarımadası qütbə yaxın ərazidir. Qütb işıqlanma qurşağında yerləşir, uzaqdır. Hindiqan qovalığı bu ərazidə yerləşir.
Daha sonra Grenlandiya adasının göstərdiyi yerini Amazon ovalıqda baxın düz elə ekvator xəttinin kəsdiyi ərazidə yerləşir. Ekvatora ən yaxın ərazi və ekvator cavab D variantı olacaq. 44-də deyir morfoskulptur relyef formalarını müəyyən edin. Bildiyimiz kimi morfoskulptur eksogen relyef formaları idi. Burada da eksogen relyef forması eksorasiyadır. Eksarasiya buzlağın fəaliyyətidir. Bunlara moren təpələri, tirələri, karlar, siklər, təknəvari dərələri aid eləmək olar. 45-ci sualda qabarma elektrik stansiyalarının fəaliyyət göstərdiyi ölkələr, bu da əzbər sualdır. Deməli, A variantında Polşada qabarma elektrik stansiyaları o qədər də geniş yayılmayıb. Daha sonra Türkiyə əsasən burada da geniş yayılmayıb. Cavabımız C bəndidir. D variantında biz buradan Misiri çıxa bilərik. Y-dən də həmçinin Türkiyəni çıxa bilərik. 46-cı suala baxaq. 46-cı sual okean dibinin relyefi mövzusuna aiddir. Qranit qata malik olan, neft-qaz ehtiyatları olan və 200 metrə hündürlüyə malik olan materik dayazlığıdır. Bunun digər adı isə şelf idi. Daha sonra 47-ci suala baxaq. Deyir ki, başlanğıc meridianından 30 və 60 paralel boyu 40 dərəcə hərəkət edən təyyarənin qət etdiyi məsafələr arasındakı fərqi müəyyən edin. Deməli, 30 və 60 paralel boyu 40 dərəcə. Hər ikisində 40 dərəcə hərəkət edir. Baxın, 30 paralel, burada olsun 60 paralel. Hər ikisində 40 dərəcə hərəkət edibsə, baxaq, hər ikisində 40 dərəcə neçə kilometrdir? Birinci nə edirik? 30 dərəcəli paraleldə hesablayırıq. 40-ı vururuq 96.5-ə. Deməli, 40-ı 96.5-ə vuranda eləyəcək 3860. Sonra 40-ı bir dənə vuracaq 55.8-ə. Bu da eləyəcək deməli 2232. Bunların arasındakı fərqi soruşursa 3860-dan 2232-ni çıxacaq. Bu da eləyəcək 1628 kilometr. Cavab Y variantıdır. 48-ci sualda doğru sıraları müəyyən edin. Dünyanın faydalı qazıntı mövzusuna aid olan bir test tapşırığıdır. Mis Mərkəzi Afrikada da Kongoda yerləşir, doğrudur. Daş kömür Mərkəzi Afrikada yox, əsasən Cənubi Afrika bölgəsində geniş yayılıb. Neft Meksika körfəzi ABŞ, doğrudur. Şimali Afrikada əsasən boksit yox, fosforit ehtiyatları geniş yayılıb. Dəmir filizi Ural dağları Rusiya isə doğrudur. Cavab 1, 3, 5-dir. 49-da denudasyon mənşəli relyef formaları. Denudasyon mənşəli relyef formaları, yəni yaylalardan gedir söhbət. A variantına Laplato ovalıqdır. Kür Araz B variantına ovalıqdır. C-də Qərbi Sibir ovalıqdır. Turan ovalıqdır. D-də Mesopotamiya ovalıqdır. Y variantına Dekan yaylası, Braziliya yaylası və Orta Sibir yaylası. Üçü də yayladır. 50-ci suala baxaq. Doğru olmayan fikri soruşur bizdən. Yer öz oxu ətrafında 1 saata 15 dərəcə fırlanır, doğrudur. Qərbdə yerləşən məntəqələrdə yerli vaxt şərqdə yerləşən məntəqələrə nisbətən geri olur. Bəli, çünki günəş şərqdə çıxır, qərbdə batır. Qərbdə saat daha geri olur, şərqdə saat daha irəli olur. Günəş şüaları yer səthini şərqdən qərbə doğru işıqlandırmağa başlayır. Bəli. Bütün saat qurşalarında yerləşən materik Antarktida, okean isə şimal buzlu okeandır. Bəli, doğru xüsusiyyətdir. Yerin illik hərəkəti məntəqələr arasındakı yerli vaxt fərqinin yaranmasına səbəb olur. Xeyr. Yerin illiyi yox, sutkalıq hərəkətində olmalı idi. Yerin öz oxu ətrafında hərəkətin nəticəsidir. 51-ci suala baxaq. Yəni, yerin öz oxu ətrafında hərəkətin nəticəsinə aid deyil, deyir. Burada baxıram ki, qütb və gecə gündüzlərinin yaranması yerin günəş ətrafında hərəkətinin nəticəsidir. Cavab olacaq B variantı. 52-ci suala baxaq. 52-ci sualda xərtli sxemdə adı doğru verilmiş coğrafi obyektləri soruşur. Deməli, baxıram, 1-ə yazıb La Plata ovalığı, xeyr, La Plata deyil, La Plata baxın bu ərazidir. 2-yə B variant sıra sərgidə ya da A variantına 4-ə Efiopiya yazıb, doğrudur. C variantında baxaq 5-ə Şərqi Avropa düzənliyi yazıb, xeyr, 5 təxminən Almaniya Polşa ovalıqıdır. Şərqi Avropa düzənliyi baxın bu ərazidir. Biraz yuxarı hissəsi, baxın bu ərazi. 3 Atlantik sahili ovalıq yazıb, bu yanlışdır. Bura təxminən, belə deyimsə, Meksika sahili ovalıq və Mississippi ovalığı ətrafıdır. 2-yə yazıb Böyük Çin düzənliyi, xeyr. Böyük Çin düzənliyi, baxın, bu ərazidə yerləşir. Cavab oldu A variantı. Efiopiya yaylasının yeri doğru verilib. 53-də deyir ki, adada yerləşən vulkanları müəyyən edin. Baxaq, Krakatoa vulkanı İndoneziyanın Sumatra adasında yerləşir. Gəlin, xəritədə yerində göstərim sizə. Deməli, Krakatoa İndoneziyanın Sumatra adasında yerləşir. Bura bir doğrudur, adada yerləşir. Cotopaxi vulkanı deməli Ekvadorda yerləşir, adada yerləşmir. Baxın, bu ərazidə yerləşir. Etna vulkanı bəli İtaliyanın Siciliya adasında yerləşir. Doğrudur.
Kolima vulkanı Meksikadadır. Bu adada yerləşmir. Vezuva vulkanı İtaliyadadır. Apennin yarımadasında yerləşir, adada deyil. 6-cı vulkan isə İslandiya adasında yerləşir. Doğru. Cavab 1, 3 və 6 olacaq. 54-cü suala baxaq. 54-cü sual artıq açıq sualdır. Daha doğrusu 53-dən etibarən açıq suallar idi. 54-ü izah edirəm. Miqyas məsələsidir. 54-cü sualda bizə deyir ki, miqyası 1 sm-də 60 km olan xəritədə iki məntəqə arasındakı məsafə 8 sm-dir. Miqyası 1 bölünsün 4 milyon miqyaslı xəritədə məsafəni santimetr ilə tapın. Deməli, miqyas bizə nə qədər verilib? Miqyasımız verilib bizə 60. Daha sonra xəritədəki məsafəmiz verilib 8. Sonra digər xəritədə bizə bir miqyas da verilib. 5 dənə 0 sildim. Miqyasımız qaldı 40. Bizdən nəyi soruşur? Xəritədəki məsafəni. Xəritədəki məsafənin düsturunu xatırlayaq. Həqiqi məsafə bölünsün miqyas düsturdur. Miqyası qoyuram yerinə 40-dır. Həqiqi məsafəm yoxdur. Həqiqi məsafəni qayıdıb birinci verilən məlumatlardan tapıram. Həqiqi məsafəni tapmaq üçün mən xəritədəki məsafəni miqyasa vurmalıyam. Burada da yerinə qoyuram. 8 vurulsun 60. Eləyəcək 480. 480-i də gətirib burada qoyuram yerinə. Eləyir 12. Cavab olacaq 12. 55-ci sualda xəritə sxemə əsasən qədim dağların yerləşdiyi əraziləri müəyyən edin. Deməli, bir Kap dağlarıdır, doğrudur. Kaledon Hertsin dağ əmələ gəlməsində yaranıb qədim dağdır. 2 Böyük Xinqan dağlarıdır. Bir balacadır da Verxoyansk tərəfə gedir. Yəni ikisi də qədim sayılır, doğrudur. 3 Atlas dağlarıdır, Alp qırışıqlığında yerləşir, yanlışdır. Daha sonra 4 baxın, 4 ilə 5-in özü elə burada Alp Himalayın tərkibindədir. Alp Himalay geosinkron ərazidir. Buradakı dağlar cavan olacaq. Avtomatik 4 ilə 5 gedir buradan. 6 böyük sahərəcə dağlardır, bəli. O da Kaledon Hertsində yaranıb. Cavab olacaq 1, 2, 6. 56-cı sualda Kars mağaralarının yarandığı ərazidə hansı suxurlar yayılmışdır? Təbii ki, əhəng daşı, gips və dolomit. Çünki bu suxurların yuyulması rahat olduğu üçün belə deyim, su dəyən kimi bunlar artıq parçalanır və onların yerlərində boşluqlarda, dağların içərisində boşluqlarda mağaralar yaranır. Daha sonra gəlirik açıq sualların sonuncusuna, uyğunluğu müəyyən edin deyir 57-ci sualda. Ərazidə mis qurşağı yerləşir. Təbii ki, Cənubi Amerikanın Ant dağları dünyanın ən mühüm mis qurşağıdır. Düzənliklərin formalaşmasında buzlaqların rolu böyükdür deyirsə və çayların rolu böyükdür deyirsə, təbii ki, 4-cü dövr buzlaşmasının baş verdiyi Şimali Amerikadan gedir söhbət. Dünyanın ən uzun dağ sistemi Ant dağlarıdır, o da Cənubi Amerikadadır. Cənub hissəsində qədim dağlar yerləşir. Bunların heç birinin cənubunda qədim dağ yerləşmir. Bu qədim dağ Afrikadadır, cənubda. Kap əjdaha dağları. Heç birinə aid deyil. Kaledon Hertsin qırışıqlığında formalaşmış dağı var. Bəli, Şimali Amerikada Appalaç dağları Kaledon Hertsin qırışıqlığında meydana gəlmişdir. Cavab 1B-Y, 2A-C-dir. Gələk situasiya mətninə. Situasiyada bizə deyir ki, coğrafiya dərsində şagird əvvəlcə siyasi xəritə üzərində Bakıdan 90 və 270 azimut istiqamətlərində 854 km məsafədə 40 paralel üzərində yerləşən məntəqələrin müstəqil türk dövlətlərinin ərazisində yerləşdiyini gördü. Şagird daha sonra fiziki xəritədə eyni məntəqələrin yerləşdiyi ərazilərdə fərqli relyef formalarının mövcud olduğunu müəyyən etdi. Gəlin ilk olaraq baxaq biz hansı koordinatlara gedib. Deməli, bizə koordinatları tapaq ilk olaraq. Bakıdan. Bakı yerləşir bildiyimiz kimi 40 şimal enliyi, 50 şərq uzunluğunda. Bakıdan 90 və 270 azimutda nə qədər gedib? 854 km. Biz bu 854 km-i dərəcəyə çevirmək üçün nəyin üzərində hərəkət edirik? 40 dərəcəlik paralelin. 40 dərəcəlik paraleldə 1 dərəcəyə qövsün uzunluğuna, yəni 85 onu 4-ə bölürük, eləyəcək 10 dərəcə. Deməli biz 90 azimutla, yəni şərqə 10 dərəcə hərəkət eləməliyik. 10 dərəcə hərəkət eləsək, çatırıq 60 şərq uzunluğuna. Bu mənim olur A məntəqə. Daha sonra qərbə də 270 azimutda da buradan 10 dərəcə hərəkət eləsək, gəlib çatarıq 40 şərq uzunluğuna. Bu da mənim olur B məntəqə. İndi deyir ki, müstəqil türk dövlətlərinin arasında yerləşdiyini gördü. 58-ci suala baxaq. 58-ci sualda deyir ki, A və B məntəqələrinin yerləşdiyi ölkələri müvafiq olaraq müəyyən edin. Deməli, A məntəqəsində yerləşən ölkə, deməli, 60 şərq uzunluğu 40 şimal enliyi Türkmənistan ərazisinə uyğun gələcək. B məntəqəsində yerləşən ölkədə 40 şimal 40 şərq uzunluğu təxminən Türkiyə ərazisində olacaq. Deməli, A Türkmənistan, B Türkiyədir. 59-cu sualda deyir ki, relyef formalarına A və B ölkələrindəki A ölkəsi Türkmənistan idi. Deməli, B ölkəsi də Türkiyə idi. A ölkəsində Türkmənistanda relyef formasını biz Turan ovalığını yaza bilərik.
Relyefin mənşəyi Turan ovalığı akkumulyativdir. Türkiyədə isə Anadolu yaylasını yaza bilərik. Anadolu yaylası da denudasyon mənşəli düzənlikdir, yəni yayladır. Siz bura başqa belə relyef formaları da yaza bilərsiniz. 60-cı sualda bizə deyir ki, A və B məntəqələrinin koordinatlarını müəyyən edin. Bayaq tapmışdıq. A, yəni Türkmənistan 40 şimal enliyi 60 şərq uzunluğu idi. B, Türkiyə isə 40 şimal enliyi 40 şərq uzunluğu idi.